Salam, hər vaxtınız xeyir olsun. Mən Fərid Əliyev, PES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bu gün sizlərlə buraxılışa dəstək 2 başlığı altında sual izahlarına baxacağıq. İzaha keçmədən öncə, əgər sizlər də imtahanlarda yüksək nəticə göstərmək istəyirsinizsə, Akademiyanın göstərilən 077 598 38 00 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşulub, dərslərimizdən faydalanıb və imtahanlarda yüksək nəticə göstərə bilərsiniz. Keçək ilk suala. İlk sualımız belə idi. Hansı cümlədə ədat vardır? Baxaq, məsləhətdir ki, nə? Düzdür ki, ədat da ola bilər. Amma buradakı ki bağlayıcıdır və aydınlaşdırma bağlayıcısıdır. Baxın, məsləhətdir ki, nə? Aydınlaşdırma tələb edir də, onu görəsin. Yəni, burada ədat yoxdur. Təzə nə xəbər var? Mirzə, nə xəbər var? Burada nədir? Ədata oxşayan, amma ədat deyil, əvəzlikdir. Mən ki, dəyməmişəm sənin xəttinə. Aha, buradakı ki artıq ədatdır və mən sözünün təsir gücünü qüvvətləndirir. Demək, elə cavab olacaq C variantı. O bağda tək işləyir. Ümumiyyətlə, burada dadə ədat ola bilərdi. Ola bilər yəni. Amma burada görürsünüz ki, bitişik yazılır. Demək, şəkilçidir. Heç ədat ola bilməz. Çünki ədat dadə, bağlayıcı dadə sözdən ayrı yazılır. Edədir, həyətdəki səliqə səhmana diqqətlə bax. Bax ədatı var, amma burada təbii ki, bax ədatı yox, feildir. Ona görə testin doğru variantı C variantı olmuş olacaq. İkinci sual sözlərdən biri modal söz kimi də düşünülə bilər. Baxsaq burada variantına düzü. Düzü sözü elə olar da. Məsələn, deyirəm ki, düzü, dərəni, təpəni gəzdik. Burada elə düzü sözün mən iki mənada da düşünə bilərəm. Ədat kimi də düşünə bilərəm. Daha doğrusu üzr istəyirəm. Modal söz kimi də düşünə bilərəm. Bir də ki, düz, sahə, düzənlik məna. Yəni düzü, dərəni, təpəni gəzmişəm. Aydındırmı? Bir də modal sözdə düzü, dərəni və təpəni gəzmişəm. Yəni başqa heç yeri gəzməmişəm. Ona görə elə variantı bizim doğru variantdır. Düzgün deyə modal söz yox. Düzəlməz də, həmçinin düzlük də, düzünə də. Üçüncü sual. Nidalardan ibarət cərgəni müəyyən edin. Ura, əhsən, hətta nidası yoxdur. Bəh-bəh, kaş nidası yoxdur, ədatdır. Ax, bəs deyə nidamız yoxdur. Daha sonra xox, məhz deyə nidamız da yoxdur. Vay, ay, aha, bəli, bunlar nədir? Artıq nidalardır. Düzdür, bunlar başqa nitq hissəsi kimi də çıxış eləyə bilər. Amma yəni vay nidamız var, ay nidamız var, aha nidamız var, təbii ki, götürə bilərik. Daha sonra gəldik dördüncü sual. Modal söz hansı cümlədə işlənmişdir deyir. Söz vermək asandır, yerinə yetirmək isə çətindir. Təbii ki, burada modal söz yoxdur bu cümlədə. Bütün olanları barı müəllimə deyəydin. Burada ədatdır, barı. Olmaz. Bu gün məncə, aha, hər iki tərəfində də vergül var da, düzdürmü? Elə modal sözdür də C variantı. Bugünkü qəzetlərə aid xülasə burada isimdir. D olmaz. Müxtəsər cümlə, buradakı müxtəsər sifətdir. Məncə sözünə aydınlıq gətirək. Məncə sözü əvəzli plus qoşma kimi də ola bilər. Məsələn, de kim sevər səni məncə, mən qədər. Aydındırmı? Belə olsa artıq təbii ki, məncə sözü iki nitq hissəsi kimi düşünə bilər. Yəni, orada həm mən əvəzli, həm cavab qoşmaz. Gəldi 5-ci sual. Cümlələrin birində təkcə sözü ədat kimi işlədir. Yəni, təkcə sözü ədat kimi işlənirsə, onu biz yalnız sözünü əvəz edə bilərik. Hamı gedib təkcə qalmışam. Təkcə, yəni tək qalmışam da tək. Tək. Burada nədir? Tək. Ədat deyil təbii ki. Bizə ədat lazım idi. Mən bu dərdi təkcə çəkmişəm. Yəni, tək çəkmişəm. Tək tənha. Ədat deyil. Uşaq təkcə dayanıb, uzaq. Yəni, tək dayanıb. Yenə də zərfdir bunlar. Hamısı təkcə, tək, nə bilim və s. Müharibədən əvvəl də təkcə yaşayırdı. Tək yaşayırdı. İndi də. Burada da həmçinin məncə təkcə xəmpəri vaxtında gəlir. Yalnız xəmpəri vaxtında gəlir. Aydın, burada görürsünüz, nədir? Təkcə ədatdır. Ona görə testimizin doğru variantı ilə E variantı olmuş olacaq. Cümlələrin birində nida işlənmişdir. Nə durmuşsan? İçəri gəlsənə. Burada nida yoxdur.
Görünür bu gün, burada da həmçinin bu gün yeni mənzilə görünür, bu gün zərf, yeni sifət, mənzil, isim, köçmək, feil görünür odur. Burada da yoxdur. Məgər onu ədat, əvəzli feil yoxdur. Ah, səni unutmaq necə çətinmiş. Ah, bəli, nidadır və nida işlənib deyə bilərik. Axı sənə dünən söz tapşırdılar. Axı nədir? Ədatdır. Növbəti sual 7. Qoşma və əvəzliyi kimi işlənə bilən söz. Qoşma və əvəzliyi kimi işlənə bilən tək qoşması var. Sən tək, quş tək. Amma tək əvəzliyi yoxdur. Kimi. Kimi əvəzliyir. Kimi gəlir, kimi gedir. Bir də ki, sənin kimi. Təbii ki, qoşma və əvəzli. Və burada yadda saxlayın. Kimi qeyri-müəyyən əvəzli, bir də ki, qoşma kimi amonimdir. Bir də kimi sual əvəzliyi var. Kimi əgər sual əvəzliyidirsə, yadda saxlayın. Sözün kökü kimdir? Qrammatik şəkildə. Sözün başlanğıc forması kimdir? Amma kimi qeyri-müəyyən əvəzli, qoşma kimi, qeyri-müəyyən əvəzli kimidən söhbət gedirsə, söz düzəltmədir. Qeyri-müəyyən əvəzli kimi. Amma qoşma kimidən söhbət gedirsə, o zaman kimi başlanğıc formadadır. Yəni belə. Bu formada. Bunu istəyirsiniz. Burada üstündə olan yadda saxlayın. Kimi qeyri-müəyyən əvəzliyidir. Düzəltmədir, i leksikdir. Amma kimi əgər qoşmasından söhbət gedirsə, kök başlanğıc forma. 8. Hansı bütövlükdə amonim ədatlardan ibarətdir? Ənin amonimliyi varmı? La, lap. Lap olsun. Yoxdur. Olmaz. Elə, nə, qoy. Elə, nə, qoy. Bəli. Bu ola bilər. Elə hansılar bütövlükdə amonim ədatlardan ibarət deyil. Aha, ibarət deyildir. İbarətdir kimi mən oxudum. Məsələn, ən, lap, axı. Elə budur da onda variant. Mən ibarətdir deyə oxudum. Yanılmışam. B-də deyir, elə, nə, qoy. Amonim ədatlardan ibarətdir. Ha, necə, bəli, elə məsələn deyərsiz necə olar? Əvəzli olar, elə. Ədat, nə əvəzli, nə ədat, qoy feil, qoy ədat, ha, nə ola bilər? Ədatın öz daxilində amonimli funksiyası var, düzdürmü? Necə, həmçinin ola bilər əvəzli, necə, ədat, ki, ədat bağlayıcı, nə bilim, olur yəni. Ancaq, ədat, bağlayıcı, bir, ədat, say, bəs, bəs amonim ədat, məsələn, amonim ədatı bəs mənasında, bəs mənə tanımırsan, bir də deyək ki, bəs mənasında da kifayət, bu mənə bəs ola bilər. Gərək, ədat, gərək. Başqa nə var gərək? Mənə gərək, aha, gərək mənasında olar. Də, bir də ki, artıq. Bunlar da amonim ədatlardır. Bizə deyirdi ki, hansılar bütövlükdə amonim ədatlardan ibarətdir? Ən, lap, axı. Yəni bunların heç birinin nədir? Amonimliyi yoxdur. Bütövlükdə. Aha. Bir dəqiqə bəs sözünü elə götürə bilərikmi? Bəs. Yəni burada ən azından yəni ikisi var da. Burada da həmçinin ən azından ikisi var. Daha sonra 9. Hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır? Ədat səhv yazılıb. Baxaq, yalnız yazıb. Yalnız bəziləri belə düşünür və daşınır. Elə buradadır da variantında. Səhv ədatın, hansı cümlə səhv ədatın yazılışı ilə? Bəli, A variantı. Doğrudan da burada ədat varmı? Heç ədat yoxdur. Bu söz onun doğrudan da xalqa yoxdur da. Bu söz onun ağlına batdı. Hətta onu utandırdı. Burada da ədatın yazılışı ilə deyil, bağlayıcının yazılışı ilədir. Burada da həmçinin nidanın yazılışı ilədir. Yürü mübariz tək. Burada da qoşmanın yazılışı ilədir. Bizə ədatla, o da yalnız yox, yalnız bəziləri belə düşünür. Məhz bəziləri belə düşünür və danışır. Yəni yalnız yox, yalnız olmalıydı. 10. Biri 3 əsas nitq hissəsindən ibarət söz birləşməsi. 3 əsas. Ən nədir burada? Köməkçi nitq hissəsi. Şairin lirik şeyləri. Aha. Əsas nitq hissəsi ibarət söz olar. B variantı. Hamıya yaxşı olmaq bir sözdür. Burada bir söz. 2 söz var burada.
Dizə kimi qar, kimi qoşmadır. Daha gözəl, bu da köməkçisi. 3 dənə sözdən ibarət, əsas nitqisindən ibarət söz birləşməsi B var. Şair, isim, lirik şeirləri. Sifət, şeir, isim. Mürəkkəb ad hansıdır? Mürəkkəb ad təbii ki, baxan kimi bunlar mürəkkəb sözdür, amma mürəkkəb adlar ayrı yazılır da, düzdürmü? Qız qalası. Bundan mən də razıyam cümləsinə tamamlıq nə ilə ifadə olunub? Razıyam ki, mən nədən? Bundan. Bu da nədir? Əvəzlik, düzdürmü? Bu deyə başqa nitq hissəmiz varmı? Təbii ki, yox. Demək əvəzliklə ifadə olunub. Pis günləri görməyən insan həyatın qədrini bilməz. Cümlədə təyin ifadə olunub. Pis günləri görməyən insan həyatın qədrini bilməz. Kim insan həyatın qədrini bilər, bilməz. Kim insan, hansı insan? Pis günləri görməyən insan. Görməyən fe'li sifət və özündən əvvəlki gələn sözləri özünə tabi elədiyinə görə fe'li sifət tərkibi, o da E variantı olmuş olacaq. Daha sonra 14. Kabab sulandı cümləsindəki fe'l hansı nitq hissəsindən yaranır? Baxaq, kababı sözün kökü sudur. Sudan kababı biz sulamırıq da. Kabab neyniyir? Sulanır. Bəziləriniz deyər ki, bəs suluyuruq axı kababı. Biz orada kababı sulamırıq. Yəni suyu səpə bilərik, amma o səpməkdən məqsəd kababı sulamaq yox, közü söndürmək. Və lan deyə hər hansısa bir qrammatik məna növ şəkilçisi olmadığına görə olacaq və sözdə fe'ldir. Demək, nədən yaranıb deyir. Mən qrammatik məna növünə getdim. Deyir, cümləsindəki fe'l hansı nitq hissəsindən yaranıb? Su hansı nitq hissəsidir? İsim. Vəssalam da demək isimdən yaranmış olur. Bəzən deyirsiniz ki, müəllim bu sulandı. Bəs burada lan parçalanır. Axı dilimizdə sudan sulamaq, sulanmaq sözləri var. Düzdür? Belə yanaşa bilərsiniz. Amma burada keçərli deyir. Yəni kabab sulandı. Bu olsa belə bağça sulandı. Bağça sulandı olsa deyirsiniz ki, fe'ldən yaranıb. Aydındırmı? Çünki orada lan parçalanır. Amma kabab sulandı lan parçalanmır. Ona görə isimdən yaranır. Bizimki sözü hansı nitq hissəsidir? Bizimki və demək, bu da konkret faktoloji deyəşi suallar silsiləsindəndir. Yəni isimdir. Niyə? Çünki Ç-nın funksiyalarında biz demişdik ki, Ç şəkilçisi sifət və isim düzəldə bilər. Əgər özündən əvvəl yəli hal şəkilçisi varsa, orada deyəcəyik ki, isim düzəltib, vəssalam. Amma olsaydı dünənki, nə bilim, axşamki filan, dünənki, düzdürmü? Olsaydı məsələn deyirəm də, dünənki, dünənki. Bu artıq olacaqdı nə? Sifət. 16. Ağır daş birləşməsinin ilk sözünü məcazi mənada cümlədə işlədin. Ağır daş ilk sözü məcazi mənada. Məsələn, ağır nə olsun? Ağır söz. Düzdürmü? Ağır söz eşitmək istəmirəm. Eşitmək cümlədə deyir də, istəmirəm, vəssalam. Nə bilim, başqa nə yaza bilərik? Məsələn, ağır söz, ağır, nə bilim, adam mənasında, amma onu iki mənada məsələn düşünə bilərik. Bir çəki mənasında, bir də xasiyyət mənasında. Amma bunu yazsa yəni kifayət edir. Daşlaşma sözünün bütün məqamını nəzərə alaq, kök şəkilçi ayrılır. Daşlaşmağı demək, biz bunun qabağında əgər önündə uşaqlar daşlaşdı, uşaqlar və yaxud torpaq daşlaşdı. Düzdürmü? Torpaq. Bu hər iki sözü mən qoyub təhlil edə bilərəm, təhlilə cəlb edə bilərəm. O zaman əgər uşaqların daşlaşmağından söhbət gedirsə, sözün kökü daş, daşlamaq, uşağın biri daş götürüb daşlayır və o birisi də daş atır, daşlaşır və s. Amma torpaq daşlaşı da parçalanmayacaq, laş bütöv olacaq. Niyə desəz? Çünki daşlaşmaq burada torpağın daşlaşmağı bərkimək mənasında. Bəs mənim daşlamaqda söz var, amma torpaqda keçərli deyildi o. Yəni torpaq necə daşlasın kimisə? Yəni daş götürüb, əli yox, kiməsə daş atsın. Torpaq daşlaya bilməz, amma torpaq daşlaşa bilər. Ona görə yəni iki cür təhlil eləyə bilərik. Hər iki məqamda qrammatikdir. Sadəcə birində uşaqlar daşlaşdıda laş parçalanır, amma torpaq daşlaşdıda parçalanmır. Fe'li birləşmədə hər üçünə aid nümunə yazın. Fe'li birləşmə deyir də, məsələn, kitab oxumaq, əsas tərəfimiz məstər ifadə olunur. Düzdür, məstər tərkibi. Fe'li birləşmədə kitab oxuyan,
İndi oxuyan var deyin. Kitab oxuyan və yaxud da ki, təbii ki, yumruqla dedim. Bir də deyirəm ki, kitab oxuyanda. Görürsün aydın nümunə yazdıq. Lovğalanmaq sözü feilin hansı qrammatik mənası? Sözü ki, lovğadır. Lovğalamaq sözü olmadığına görə lan parçalanmır, maq. Və lan deyə qrammatik məna növünün hər hansısa bir şəkilçisi yoxdur. Söz feildir, demək bir növdə olmalıdır. O da məlum növdür. Müxtəsər sözü həm modal, həm də sifət kimi cümlədə işlədim. Məsələn, deyirəm ki, müxtəsər cümlə yalnız müxtəsər cümlə baş üzvlərdən ibarət olur. Bir də deyirəm ki, müxtəsər, durun, nə bilim, müxtəsər. Müxtəsər. Bu qədər danışma, müxtəsər, durun, bizimlə gedək. Vəssalam. Demək, müxtəsər cümlə, necə cümlə? Sual verə bilirəm də, amma müxtəsər köməkçinin hissəsidirsə, ona mən sual verə bilməyəcəm. Belə yoldaşlar, bugünkü suallarımızın izahı bu qədər. Əgər sizlər də dərslərimizdən faydalanmaq istəyirsinizsə, FES Akademiyanın 077 598 38 00 nömrəsi ilə əlaqə saxlayıb imtahana qədər bildiklərinizi təkmilləşdirə, bilmədiklərinizi öyrənə bilərsiniz. Sağ olun, gecəniz xeyrə.